Salam, hər vaxtınız xeyir uşaqlar. İmtahana çox bir az vaxt qalıb. İstədiyim o vaxta qədər qarışıq tipli sınaqların izahlarına baxaq, həm də biliklərimizi yeniləmiş olarıq. 13-cü sualdan gəlin başlayaq. Positive case ismi yiyəliyi səhv olan istəyir amma bizdən. Deməli, birincidə it is hard to understand Trump's accent. Birinci tərəf it is-dir, amma ikinci tərəfdə yiyəlik hal var. Accent isimdir. Bu düzdür. B variantında my brother's new job. Bu da düzdür, çünki sifət isim quruluşudur və yiyəlik hal sayılır. C variantında the dentist apostrof s-dir. Bəli, bu da düzgün quruluşdur. D variantında the teacher's lunch is. Bu da düzdür. Y variantında yesterday s yapışmır, apostrof s olmalıydı. Düzgün variant Y variantı, yəni bizə səhv variant lazım idi. 14-cü sualda only bilirik ki, birləşir. Only a few, only a little. Deməli, burada nə var? Özündən sonra, ofdan sonraki ismə baxırıq. Ona uyğunda only a few götürərik. Çünki only a little sayılmayanlarla işlənir. Düzgün variantımız D variantıdır. 15-ci sualda meant. Deməli, hansı ismə meant artırarıq, sufiksini artırarıq. Movement olar. B variantı düzgün variantdır. 16-cı sualda derivative nouns düzəltmə isimləri istəyir. Deməli, compoundlar çıxırıq. Steamship, warship, müharibə gəmisi, gəmi mənasını verir bunlar. Amma birinci championship və leadership bunlar derivative nounlardır. 1-2 düzgün variantımızdır. A variantı. Birinci tapşırıqda Mrs. White is very rich. She has. Deməli, zəngindir, onun var. Enough money olar. A variantı düzdür. Money sayılmır, matçı ilə işlənməlidir. C variantı a lot of yoxdur. D variantı a few olmazdı, a little olmalıydı. Y variantında a lots of yoxdur, yanlışdır. Ona görə düzgün variantımız A variantıdır. İkinci sualda there are so birləşir nə ilə? Artikli olanlar gəlməz. So many, so much-ın işlənər. Özündən sonraki ismə baxırıq. Deməli, Rus cəmdə olduğuna görə cəm olubdur və A variantı cəmlərlə işlənir. So many olmalıydı, düzdür. 9-cu sualda mürəkkəb tamamlıqla bağlıdır. Deməli, want özündən sonra to feil istəyir, bir düzdür. Letdən sonra to feil gəlməz, yanlışdır. Üçüncü düzdür, lot ilə işlənir. Üçüncü qrup kateqoriya feildir. Made birinci kateqoriya feildir, özündən sonra to qəbul etmir. Hansı halda edər? Əgər passivə düşərsə, 8-cidə olduğu kimi was made, were made olarsa, to formada işlənməlidir. Düzgün variantımız oldu. 1 və 3. 15-ci sual modallara aiddir. Deməli, nobody inkar əvəzliyidir və inkar olanları çıxırıq. Aynen seni çıxırıq, çünki bir cümlədə iki inkar olmaz. Və boşluqdan sonra to görürəm. To görürəmsə, kodu da atıram. Qalırıq D və Y-nin arasında. Törəmələrin xəbəri tək olur və ona görə düzgün variantımız D variantıdır. 16-cı sualda I solve this problem, I don't need your help. Sənin köməyinə ehtiyacım yoxdur deyirsən. Deməli, I can solve this problem. Mən bu problemi özüm həll edə bilərəm. Və bir də I am able to. Düzdür, 1-2 düzdür. İkinci 3 və 4 yenəyə görə yanlışdır. Yəni, köməyə ehtiyacım yoxdursa, onda özüm eləyə bilərəmsə, onda təsdiq lazımdır və 1 ilə 2. Üçüncü sualın baxaq, zamanla bağlıdır. Deməli, 2 years ago deyirsə, keçmiş zamandır. A variantına baxırıq. A-da ulaşma pozulub. Bir tərəf keçmiş bitmiş, digər tərəf indiki zamana aiddir. B variantı da yanlışdır, çünki cümlədə keçmiş zaman var. C variantı qalsın. D variantı da yanlışdır. İndiki bitmiş olmaz, ego var orada. Və Y variantı da yanlışdır, çünki burada uzlaşma pozulub. Düzgün variantımız C variantı.